Deyir ki, çevrə daxilinə çəkilmiş 4 bucaqlının 2 qarşı bucağı 4-ün 5 nisbətində olarsa onları tapın. İndi biz bilirik ki, bax, çevrə daxilinə çəkilmiş. Bu çevrəmiz olsun. Bu da həmin çevrənin daxilinə çəkilən 4 bucaqlı olsun. Məsələn, bu şəkildə yazıram. Və deyir ki, bizə, indi burada trapesiya alınır, yəni trapesiya alınmaya da bilər, fərqi yoxdur. 2 qarşı bucağı 4-ün 5-ə nisbətindədir. Məsələn, burada 4x-dir, burada 5x-dir. Qarşı bucaq deyir axı. İndi bax, əslində bunlar qarşılıqlı bucaqlar fərqlidir. Qarşılıqlı bucaqlar bir-birlərinə bərabərdir. Amma yəni qarşı bucaqlar haqqında həmişə onu deyə bilmirik. Baxır hardan. İndi biz bilirik ki, dedik ki, əgər çevrənin daxilinə 4 bucaqlı çəkilirsə, həmin bu 4 bucaqlının qarşı bucaqlarının cəmi 180-dir. Bəs niyə belədir? Bax, buradan, bax, bura qədər həmin bax bu bucağın, yəni bax bu bucağın söykəndiyi qövsdür. Bax bu qövsdür. Bax bu qövs. Bu qövs tutalım bura 4x-dirsə, bura 8x-dir. Aydındırmı? İndi bax bu 5x-in söykəndiyi qövssə, bax bu qövsdür. Bax bu bucağın söykəndiyi qövs həmin bu qövsdür. Bura 5x-dir, burada 10x-dir. İndi əslində uzun qaydaya görə çevrə tam bucağı 360-dır. 10x ilə 8x-in cəmi 360 edir. Buradan 18x bərabərdir 360-dan, x bərabərdir 20 edəcək. Bunu əslində biz burada da ala bilərik. Deməli, bura əgər, məsələn, bura 200 olsa, baxın bu qırmızı qövsümüz 200 olsa, bura olacaq 100, yəni onun yarısı. Yəni, yenə də eyni nəticəyə gəlib çıxır. Onu biz belə başa düşürük ki, həmin bu qarşı bucaqlar, 4 bucaqlının qarşı bucaqlarının cəmi mütləq, bax, məsələn, bura qırmızı qövs 200-dürsə, bura nə olmalıdır? 100, elə deyil ha, yəni sadəcə. Amma əslində elədir, x-i də 20 tapmışıq da, yerinə düşür, düzdür. Bura 80-dirsə, x-i daha düzü, x-i 20 tapmışıq, 8 vur 20 olacaq neçə? 160. Bura 160-dırsa, bax bunun yarısı da 80-dir. Daxilə çəkilmiş bucaqdır axı. 100 ilə 80 cəmi də yenə də 180 edir. Buradan da başa düşə bilərik. İndi